Şagirdlərin intellekti formalaşdırmaq üçün birinci qayda odur ki, şagirdə intellektin dəyişə bilən olduğunu, zəkanın dəyişə bilən olduğunu deyəcəyik. Bu bir. İkinci, risk götürməyin, səhv etməyin və ya səhvdən qorxmamağın şagirdə başa salacağıq. Risk götürəcəyik. Yenə deyirəm, hər hansı bir işi görürüksə, risk eləyirik, hər birimizə aiddir. Deyirik, olar, olmaz da, nə olar ki? Risk eləyəcəyik, olacaq, olmayacaq, canı sağ olsun. Bax bu qaydada. Bu şagirdləri açıq düşüncələ, ümumiyyətlə şagirdləri düşüncəli formalaşdırmaq istəyiriksə, şagirdləri onu başa salırıq ki, risk götürmək qabiliyyətiniz olmalıdır. Əgər ki, bir şeyi belə deyək, edə bilmirsinizsə, yəni risk eləyəcəksən, alınmır da, yenə bir cəhd eləyə bilərsən sonra. Səhv etməkdən qorxma, hədəfə çatmaq üçün səhvlərin üzərində işlə. Bax bu, sonra gəlir müəllimə, şagirdlərə tərifləməni düzgün başa salacağıq. Bax, məsəl üçün, hər birimiz şagirdlərimizə tərif edirik də, bax bu qaydada. Bizə deyir ki, tərifi onun elə bir eləyin ki, necə deyim, təkcə ağlına, biliyinə yox da, şagird necə deyim,